Film test topusu 2025 elektroliz 7. Hansı iyonun məhdulda elektroliz zamanı oksidləşmə qabiliyyəti yüksəkdir? Yəni asanlıqla oksidləşirsə də, deməli bu daha tez elektron alır. Yəni elektron daha doğrusu verir oksidləşən zaman. Daha tez oksidləşən elektroliz qaydasında ən birinci hansıydı? Sulfit iyonu, sonra halogenlər aşağıdan yuxarı yod, brom və xlor. Bu ardıcıllıqda burada deyilənlərdən ən birincisi hansıdır? Sulfitdən sonra yod gəlir, deməli burada yod olmalıdır. Ən asan, ən tez oksidləşən yoddur. Yəni soldan sağa gedəndə oksidləşmə çətinləşir. Ən tez oksidləşən elektron verir yükü artan ən soldakıdır. Ona görə yod. Sonra 14. Deməli bu duzların birgə məhdullarının elektroliz zamanı katodda metallar hansı ardıcıllıqla? Metallar deməli ən tez ayrılan metal katyonu, sərbəst reduksiya olunan metal katyonu ən sağda olan, daha zəif olan metaldır. Bunların içərisində ən sağda olan gümüşdür. Gümüş katyonu daha tez reduksiya olunur. Ondan sonra mis, qismən solda olan, sonra isə quruluşun. Deməli, ardıcıllığı deyirsə, hansı ardıcıllıqla ayrılır deyirsə, ən birinci ən zəif metal. Ən zəif hansıdır? Gümüş, sonra mis, sonra quruluşun. Gümüş, deməli, mis, quruluşun, Y variantı. Sonra. Yenə bu duzların qarışığının suda məhdulunun elektroliz zamanı, elektrodlarda ilk anda hansı maddələr alınır? Yəni katodda və anodda ayrılan maddələri soruşur uşaqlar. Deməli, katodda ayrılan maddə ən tez ayrılan katyon, reduksiya olunan katyon, elektron alıb yükü sıfırlaşan katyon hansıdır? Gəlin baxaq. Aktiv metal, hamısında aktiv metaldır. Aktiv metalların yerinə nə ayrılırdı? Suyun hidrogeni reduksiya olunurdu. Katodda hidrogen sərbəst alınır. Anodda isə gəlin baxaq. Anionlar, nitrat, sulfat, xlor. Nitratla sulfat əvəzinə hidrogen yox, oksigen ayrılırdı. Ancaq anionların ardıcıllığında ən birinci nə ayrılır? Xlor, oksigensizlər. Sonra isə oksigenlərin yerinə suyun oksigeni. Burada xlor, sulfat və nitratdan əvvəl daha tez neyir? Oksidləşir. Xlorun özü anodda sərbəst alınır. Katodda hidrogen, anodda xlor, A variantı. Yəni mümkün dərəcə baxırıq burada ehtimala. Mümkün ehtimala baxırıq. 30-a qədər? Yoxdur, 32. Tərkibində deyir ki, bu katyonlar olan məhdulların elektroliz zamanı iyonlar hansı ardıcıllıqla reduksiya olunur? Ən birinci, ən zəif katyon. Metalların elektrokimyəvi gərginlik sırasında ən zəif katyon hansıdır burada? Ən sağda gümüş. Birinci gümüş ayrılır. Gümüşdən sonra qismən solda olan quruluşun, yəni sağdan sola doğru get-gedə ayrılma çətinləşir. Ən tez ən sağdakıdır. Ən gec ayrılan hansı olacaqdır? Qismən qüvvətli metal katyonu, o da dəmir. Bəli, bu ardıcıllıqla. Gümüş, quruluşun dəmir. Argen, plübum, ferro. Gümüş, quruluşun dəmir. D variantı. Düzdür. Sonra. Yeter. Baxaq. Buradan siz işləmişsiniz. Gələn dərs bitirin. 61 deyir, aynen o yüzden. 61 ilə. Hansı sxemdən alınan normal duzun suda məhdulun elektrolizindən elektrodlarda hidrogen və oksigen ayrılır? Reaksiya məhsullarını gəlin yazaq. Əsas oksid, turş oksidi alınır duz, kalium, miski sulfatla H-xlor, miski xlorid, gümüşlə nitrat tursikatı, gümüş 1 nitrat, natrium OH-la karbon qazı, natrium karbonat ya hidrokarbonat fərqi yoxdur. Natrium HCO3. Miski oksid sulfat turşdu, miski sulfat. Məsələn, şərtlərə baxalım da. Hidrogen və oksigen ayrılmır deyirsə, deməli, metal zəifdir ki, özü ayrılır, hidrogen ayrılmır. Turşu qalığı da oksigensiz aniondur ki,
özü ayrılır, oksigen ayrılmır. Gəlin baxaq, metal zəif, turşu qalığı oksigensiz C variantında mis 2 klorid. Tamam. Sonra 65. Baxaq. Bilmiyorum. Bu da elə çox var. Mislə sulfat turşular. Mislə qatı sulfatdan alınırdı. Mis 2 sulfat duzu. Mis 2 sulfat duzu üçün X maddəsi, yəni mis 2 sulfatdır. Nələr doğru deyil? Suda məhlulun elektroliz zamanı anodda oksigen, bəli, sulfat iyonu. Gəlin yazaq. Mis 2 sulfatı suda məhlulda elektroliz etdikdə katodda misin özü zəifdir, özü alınır. Anodda sulfat yerinə oksigen və sulfat turşusu hidrogenə birləşir, alınır, H2SO4, sulfat turşu qalığı. Deməli, uşaqlar, katodda mis alınır, anodda oksigen alınır, məhlulda isə sulfat turşusu qalır. Baxaq indi. X maddəsi suda məhlulun elektroliz zamanı anodda oksigen doğrudur. Bizdən yanlış soru deyil, diqqətli olun, deyil. Qələbi məhlula reaksiya daxil olmur. Deməli, X maddəsi qələbi ilə daxil olur, yanlışdır. Bu doğru bir yanlışdır. Niyə? Mis 2 sulfatı qələbi ilə, məsələn, kalium OH reaksiya apardıqda bir qaydamız var idi. Suda həll olmayan əsasları almaq üçün zəif metalın suda həll olan duzuna qələbi ilə təsir etdikdə zəif metal birləşir qələbinin OH-ına. Mis 2 hidroksid və kalium sulfat maddəsi əmələ gəlir, çöküntü halında. Deməli, bu yanlışdır. Suda məhlulu qələb yaradır. Xeyr, bu maddənin suda məhlulunda sulfat qüvvətli, mis zəifdir. Anion qüvvətli olanda turş mühit, katyon qüvvətli olanda əsasi mühit olur. Burada anion qüvvətlidir. Deməli, əsasi mühit qələblik yaratmır, yanlışdır. Yanlış olan 2 ilə 3-dür. C variantı. Növbəti 66. Baxaq. 66. Duzlar mis 2 sulfatla kalsium klorid. Deyir, katodda elektroliz zamanı, suda məhlulda elektroliz zamanı, katodda mis 2 sulfatda mis alınır, mis zəif daxil. Anodda isə SO4 yerinə oksigen alınır. Çünki SO4 oksigenlidir. Kalsium klorid suda məhlulda, katodda kalsium qüvvətli metaldır. Bunun yerinə hidrogen, su hidrogeni reduksiya olunur. Turşu qalığı oksigensizdir. Turşu qalığı öz sərbəst alınır, flor. Hansı reaksiya getmir? Y-dən Z. Y oksigen, Z hidrogen. Bilirsiniz ki, hidrogen və oksigen reaksiya daxil olur, su alınır. Bu gedir. X ilə Y. X mis, Y oksigen. Mis ilə oksigen reaksiya daxil olur. Hətta zəif metallar da oksigenda yanır bəzilərdə. Məsələn, ən passivlər yox, qismən orta passivlər. Aradan mis oksid. Bu reaksiya gedir. Biz getməyənləri götürək də, uşaqlar, getməyənlər. Gedənləri götürmürük. Y-dən T. Oksigenlə xlor. Bilirsiniz ki, xlorla oksigen reaksiya getmir. Halogenlərlə oksigenlər, oksigen reaksiya getmir. Mən bir gedir, baxma. Y-dən Z, Y-dən G. Bu gedir. Gedənləri çıxırıq. Getməyənlər yalnız 3. Bəli. Növbəti. Baxaq. 60 bu delə. Yenə uşaqlar, özünüz baxın, 67. Mis 2 sulfatda, katodda mis zəifdir, özü alınır. Anodda oksigen. Kalium xlorda, katodda kalium yerinə hidrogen, anodda isə xlorun özü. Yenə nə soruşur? Hansı reaksiya gedir? Baxaq. X-dən tərəsini keçə bilməyin. X-imiz misdir. Y-imiz oksigen. Z-imiz hidrogen. T-imiz də xlor. İndi C bu tərəfə baxaq. Baxaq uşaqlar, X-lə T. X-lə T-nin reaksiyası. X-imiz nə idi? X-imiz mis, T-imiz xlor. Hə, mislə xlor əlbəttə reaksiya gedir. Mis ki, xlorid alınır. Y-lə Z. Oksigenlə hidrogen. Su yaranır. Y, oksigen, hidrogen. Bəli, birləşəndə su alınır, gedir. H2O. Y-lə T, oksigenlə xlor. Oksigenlə xlor, bəli, reaksiya getmir. Bu yanlışdır.
Gedənlər 1-2-dir. Sonra 1-2 Y variantı. 68. X duzunu hidroliz edən zaman birinci mərhələdə alınan maddə turş duz. Deməli, aralıq mərhələdə hansı növ duz alınırsa, turş duz alınırsa, deməli, turşu zəifdir. Əsasi duz alınanda hidrolizdə aralıq məhsul. Deməli, əsas metal katyonu zəifdir. Burada turş alınırsa, turşu zəifdir. Yəni, zəif turşunun qüvvətli metal duzu. Suda məhlul elektroliz zamanı məhlulda alınan maddə qüvvətli əsas qələbə alır. Deməli, həqiqətən də metalımız qüvvətli, turşu qalığımız isə zəif olmalıdır. Natrium karbonat, bu getdi, natrium sulfid, bir də bu da getdi. Bəli, cavab qalır B ilə D arasında. İqrik maddəsində əsasi duz alınıbsa, deməli metal zəifdir və hidroliz zamanında turşu əmələ gəlibsə, turşumuz oksigenli qüvvət turşudur. Oksigenli diqqət olun. Oksigensiz qüvvət turşu olanda belə xlorun özü məsələn, özü parçalanır. Onda iqrikimiz, turşumuz qüvvətli, metalımız zəifdir və oksigenli qüvvətdir. Oksigenli qüvvətli olan da D variantı. Belə B getdi. Mis 2 sulfatda, mis zəifdir, sulfat qüvvətlidir. Növbəti. Bromid turşusu olması zəifdir. Bromid turşusu qüvvətlidir. Sadəcə bromidin duzunu elektroliz etdikdə brom öz sərbəst alınır. Oksigensiz olduğuna görə anion turşu qalıqdır. Özü sərbəst əmələ gəlir. Ona görə. Növbəti 74. Baxaq. Etiketləri pozulmuş müxtəlif reaktiv qablarında amonium klorid, amonium bromid, natrium klorid və natrium bromid duzları var. Laboratoriya dərsində müəllim şagirdə hansı qabda hansı duzun olduğunu müəyyənləşdirmək tapşırığı verir. Şagird aşağıdakı hansı reaktivlərdən istifadə etməklə tapşırığı icra edə bilər. Yəni, bu duzların tərkibindəki anion və katyonları, burada verilən maddələrin tərkibindəki hansı anion və katyonlar mümkün dərəcə təyin edə bilər. Natrium OH ilə ammonium ionu təyin olunur. Necə? Məsələn, yazırıq. Natrium OH üstə gələk ammonium hər hansı duzu. Məsələn, bromid, florid, nitrat. Natrium birləşir bromla, natrium bromid. NH4 birləşir OH-la. Bir maddənin müsbət iyonu, digər maddənin mənfi iyonuna birləşir. Bu zaman nə alınır? Hansı reaksiya baş verir? Mübadilə dəyişmə. NH4 birləşir OH-a. Alınır ammonium hidroksidilə. Ammonium hidroksid təzədən nəyə parçalanırdı? Ammoniyak və suya. Bəli. Kəskin iyili ammoniyak qazının alınması nəyi sübut edir? Burada tərkibində NH4 iyonu olduğunu. Deməli, bir istifadə ola bilər. Bir lazımdır NH4 təyinə görə. NH4-ün təyini, yəni oradakı duzun tərkibində hansında NH4 var, onu göstərmək üçündür. İndi gəlin baxaq, gümüş bir nitrat. Gümüş bir nitrat xlorla ağ çöküntü, bromla nə verir? Sarımtıl çöküntü, yenə xlorla ağ çöküntü, bromla yenə verir nə? Sarımtıl çöküntü. Düzdürmü? Deməli, gümüş bir nitratla nə təyin olunur? Duzun tərkibində hansında xlor var, hansında brom var. Sübut eləmək üçün. Bəli, istifadə ola bilər. Ancaq natrium sulfatla buradakı maddələrin heç biri reaksiya verir. Yəni, natriumla çöküntü verən yoxdur burada. Heç bir duzun tərkibindəki anion natriumla çöküntü vermir. Çünki demişdik ki, natrium duzları istisnasız, hamısı suda həll olur. Sulfatla da çöküntü verən heç bir katyon yoxdur. Yəni, nə NH4-ün, nə də buradakı natriumun heç biri sulfatla çöküntü verir. Ona görə də bu maddəni götürmək mənasıdır. Yəni, reaksiya getmir. Natrium sulfatla. Ona görə bilməli ki. Növbəti 75. Baxın. Baxın, bayaqki sual maraqlı sualdır. Yəni, əsasən kimyanın tətbiq sahəsini aydınlanan sual olmasıdır ki, yəni bildiyi nəzəri məlumatın gündəlik həyatda, laboratoriyada tətbiqi. Belə analiz, ona deyirlər analiz reaksiyaları. Analitik kimyada istifadə olunur. Məsələn, maddədir, tanımırsan, hansı reagentlər, məsələn, deyir ki, qablarda filan maddə ola bilər.
Ancaq hansı qabda hansı maddə deyil. Deyir, hansı reagentlərdən oradakı hansı maddəni sübut edə bilərsən ki, qabda hansı maddə var. Belə şey çox düşür. Sonrasında bu, budur. Laboratoriya dərsində şagirdlərdən biri kolbada olan amonium xlor tuzunun yeni hazırlanmış məhluluna, yəni NH4 xlor tuzuna, məhluluna natrium OH əlavə edir. Və kolbanın çıxışına ıslanmış lakmus kağızı tutur. Şöyle bayaqki reaksiya. NH4 xlorla natrium OH nə baş verir? Natrium birləşir müsbət xlor mənfi ilə, NH4 müsbət OH mənfi ilə. Deməli, natrium xlorid və NH4OH ilə yenə ammonium hidroksid tez nəyə parçalanır? Ammoniakla suya parçalanır. Deməli, nə alınır? Nə alınır? Qaz halında ammoniak maddəsi. Qaz halında ammoniak maddəsi nəm lakmus kağızını yaxınlaşdıran zaman kağıza hansı təsiri olur ammoniaka? Lakmusun rəngi, deyin görüm uşaqlar, öz rənglərəkdir. Bənövşəyə. Bənövşəyə lakmus NH3 maddəsi hansı xassəlidir? Zəif əsası. Zəif əsası xassəli olduğuna görə nə rəngə çevrilir? Bənövşəyə lakmus göy rəngə çevrilir. Bu nəyə sübut edir? Deməli, buradan çıxan maddə zəif əsası xassəli maddədir. Rəngli qaz ayrılmır. Ammonium, evdə görürsünüz ammoniyak. Naşadı çıxırdı. Ağzına açanda kəskin yığılır. Ammoniaklı su pis yığılır, saç kraskası tərkibində də olur. Rəngini qoyan tərkibində olur. Deməli, bir yanlışdır. Kəskin ilə qaz ayrılır, doğrudur. Lakmus kağızı qızarmır, göyərir. 2 ilə 4. 83. Baxaq. Deməli uşaqlar, deyək qrafika əsasən natrium xlorid məhlulunun elektrolizi. Gəlin yazaq uşaqlar, deyin görün. Natrium xloridin suda məhlulda elektrolizi. Deyin görün nə baş verir, təkrarlayan. Natrium qüvvətli metaldır. Qüvvətli metalın yerində katodda suyun hidrogeni reduksiya olunur. Xlor oksigensiz aniondur. Anodda özü sərbəst alınır, qaydaya görə qulaq asın. Deməli, natrium aktiv metalı sərbəst qalanmaz. Suyun HOH formasında olan suyun hidrogeni gedib OH-ı qalıbdır. Onda natrium nəyə birləşir? OH-la. Alınır natrium OH maddəsi. Bəli. Hidrogen, xlor, natrium OH. Bizə nəyə soruçur? Məhsulların kütləsinin asıllığı. Bilirsiniz ki, məhsulun miqdarı artan xəttlərdir. Reaksiyanı düz ilə məsəllaşdıraq. Bura deməli 2 yazanda, bura 2, xlor sayda 2, bura 2 yazırıq. 2 hidrogen, 4 hidrogen 4, xlor 2, natrium 2. Bəli. Reaksiya məhsullarından miqdarı kütlə cəhətdən ən böyük hansıdır? Natrium OH. 1 molu 40, 2 molu 80. Burada olan faktiki miqdarı de facto 80 qramdır. Xlor nə qədərdir? 1 mol xlor 2. Bir dənəsi 35,5, 2 dənəsi 75. Deməli, Z maddəsi natrium OH-dır. Y maddəsi xlordur. X maddəsi də hidrogen 2 qramdır. Hidrogendir. Tutardır. Hansı ifadə doğrudur? X ilə Y-nin reaksiyasından H xlor alınır. X, Y, bəli, hidrogen xlor, H xlor. Doğrudur. Y və Z reaksiya daxil olunur. Y ilə Z, xeyr. Natrium OH ilə xlor reaksiya daxil olur. İstər soyuq, istər qızdırmaqla. Natrium xlor, O, natrium xlor, O3 və hər ikisində su alınır. Hər ikisində su. Yəni reaksiya daxil olur, yanlışdır. Y və Z-in reaksiyasından 2 duz qarışığı alınır. Bəli, yazmışıq. Natrium xlor, O3. 2 duz qarışığı alınır, doğrudur. X alüminiumdan reaksiya daxil olur, bəli, hidrogen elementlər kimyasında ətrafınıza edir ki, hidrogenlə alüminiumdur, berilyumdur metallar və bor, silisium, fosfor birbaşa reaksiya daxil olmur. 1, 4, 5. Növbəti. Qulaq asın. Yenə kalium xlor, kalium xlor məhlul elektrolizində eyni şeydir. Natrium yerinə sadəcə kalium yazın, tutardır. Natrium yerinə kalium, eyni qayda.
İndi baxın, eyni əmsallaşdırma, eyni miqdar. Eyni miqdar yox, eyni əmsallaşdırma. İndi baxın uşaqlar, yenə alınan məhsullara baxaq. Kütləsi ən böyük olan kalium OH, 1 molu 56, 2 molu 112, 2 dənə xlor 71, hidrogen də 2. Kütləsi ən böyük olan nədir? Kalium OH, Z. Kütləsi ən az olan hidrogen X, orta olan da xlor. Yenə eyni qayda uşaqlar, baxın. Y və Z-in qarşı təsirindən 2 düz alınır. Y və Z, bəli. Y ilə Z, kalium OH ilə xlor, buradakı natriumə əvəz ilə kaliumdan eyni şey olacaqdır. Sadəcə natriumu sizin yerinə kalium yazın. Natrium yerinə yazın kalium. Tarixdir. Natrium yerinə kalium. Bu qədər. Deməli, Y və Z-in reaksiyasından 2 düz alınır, doğrudur. Bizdən nəyə sorulur? Doğruları. X və Y-in reaksiyasından H olanı doğrudur. X və Z adi şəraitdə, X ilə Z adi şəraitdə reaksiya girir, daxil səthi yanlışdır. X hidrogenlə kalium H daxil olunur. Y oksigenlə reaksiya daxil olunur. Bəli, doğrudur. Halogenlər oksigenlə reaksiya getmir. Y və Z-in reaksiya daxil olunması yanlışdır, daxil olur. 1, 2, 4. 1, 2, 4. Sonra baxaq. 86. Kar düyünmə işləyirəm. Qulaq yaxşı saçdırın. Orqanizmdə iyon tarazlığını təmin etmək üçün fizioloji məhlul kimi istifadə olunan Ringer məhlulu istifadə olunur. Bəli, əsasən insan zəifləyəndə, təyiz düşəndə, xəstələndikdə istifadə olunur və zəhərlənmə zamanı və s. istifadə olunur. Mədə bağırsaq pozulması zamanı qoyulan sistemin tərkibi əsasən. Ringerin tərkibindəki duzların molyar qatını belirtir. Məhlulda duzlar tam dissosiasiya etmiş halda olarsa, 500 ml Ringer məhlulunda olan xlorid iyonlarının mol miqdarını. 500 ml həcm neçə eləyir? 0,5 litr elə. Deməli, buradakı duzların molyar qatılığını vurun 0,5 litrə, tapın duzun mol miqdarını, hamısını 0,5'ə vurun. Görə neçə eləyir? Hamısını vurun 0,5'ə. Və burada 0,75 natrium xlor, burada 0,2 kalium xlor, burada da 0,15 mində 3 vuraq onda 5. 10 mində 15, mində 3 vuraq onda 5. Mində 3 onda 5, 10 mində 15. 0,0015 elə 10 mində 15. Hansı maddənin kalsium xloru ki? Təzədən maddənin qabağındakı molu vurun xlorun ayağındakı deyilsə, tapın xlorun mol miqdarını. Bunu vuranda 0,75 mol xlor, bunu vuranda 0,2 mol xlor, bunu vuranda 0,10 mində 15 vuranda 10 mində 30, o da mində 3 elə, 0,3 xlor. Bütün xlorun hamısını topluyor. Mində %75, %2, %77, üstə gələk mində 3. %77 mində 3. %77 0,003 neçə eləyir? 75 nə 77? Hə, %75, %2, %77. Ha, mən buna 80 edirdi. 77-nin sürüşünü 80. 0 haqqı yanıyor. Yox. 0,773. Təzədən bu xlorun iyonlarının miqdarını bölürsüz. Xlor iyonlarının mol miqdarı da bunu soruşur. Xlorun molunu soruşur da uşaqlar. Bunu soruşur da mol miqdarı. Əsas olan xlorun moludur. Bunu soruşur. Yəni qatlığı soruşur. Başqa. Sonra. 87. Yaxşı, 87-də gümüş bir nitrat məhduluna daxil edilmiş inert elektrodda köhnəlmiş gümüş əşya birləşdirilir. Məqsəd elektroliz prosesində əmələ gələn gümüşün əşya üzərinə çökməklə yeni gümüş təbəqəsi əmələ yetirməkdir. 20 qram gümüş əşyanın kütləsi prosesdən sonra 22,16 qram olubsa, yəni 2,16 qram artıqsa, elektroliz zamanı anodda neçə mol qaz alınır?
Gəlin yazaq. Deməli, gümüş bir nitratı elektroliz edirik suda məhlulda. Katodda gümüşün özü alınır, anodda nitrat yerinə oksigen alınır və nitrat turşusu hidrogenlə birləşir, nitrat turşu qalır, bu maddə alınır. Reaksiyanı gəlin əmsallaşdıraq. Əmsallaşdırıq oksigen 2-dir, bura 2 yazırıq, 4 hidrogen, bura 4 yazırıq, bura 4 yazırıq, bura 4 yazırıq. Normal reaksiyada 4 mol gümüş, 4 vurulsun 108, yəni 432 qram gümüş alınanda alınan oksigenin miqdarı 1 mol alınır. İndi oksigenin miqdarı x-dir və alınan gümüşün miqdarı son miqdardan 22,16-dan çıxın 20-ni. 2,16. 2,16 qalıbdır. Deməli 432-dən 216-ya 2 dəfə qalar. Bir də 100 dəfə, 200 elə 200 dəfə qalır. 432-dən 2,16-ya 200 dəfə. 1 bölək 200 neçə eləyir? 0,5 elə. 200-də 1, 0,5. Və alınan oksigenin miqdarı anodda 0,5-dir. Növbədir. 89. Baxaq. 89. Budur uşaqlar. Bu. XLYM elektroliz. Deməli, nə zaman katodda hidrogen, anodda oksigen və duz olduğu şəkildə qalır. Qüvvətli metal və turşu qalığı oksigenli. Qüvvətli metal, turşu qalığı oksigenli və ya florlu istisna. C ilə Y. Biri aiddir C ilə Y. Metal qüvvətli birinci aralıqdır. Turşu qalığı istisna. Oksigenli bir də florlu olmalıdır. Bəli. Florlu olanda suda məhdulda elektroliz etdikdə belə gedir. İkinci, hidrogen, Y, bir də qələvi. Deməli, Y-in öz sərbəst alınıbsa və qələvi alınıbsa, metal qüvvətli, turşu qalığı oksigensiz. Qüvvətli metal, turşu qalığı da oksigensiz. O da olacaqdır kalium bromiddən şahlı yalnız. B variantı. Kalium bromid. C ilə Y də getdi. X ilə deməli, turşu alınıbdır və oksigen. Turşu öz sərbəst alınıbsa, duzun tərkibində turşu qalığı oksigenli və ya florlu, metaldakı zəifdir ki, X-in özü alınıbdır. Metalımız zəif, turşu qalığı oksigenli və ya florlu, o da A variantı. Bu doğru deyil axı burada. Metalımız da zəifdir, turşu qalığı da oksigensizdir. Ona görə özü alınmalıdır burada, D variantında. Xlorun özü. 1C-yə, 2B, 3A. Növbəti. 10. Baxaq. Natrium xlor məhdullu elektrolizlə alınmış xlorun hamısı 5,6 qram dəmirlə reaksiya daxil olur. Uşaqlar, birinci qayda. Deməli, tabaq görək dəmirin 5,6 qramından nə qədər xlor reaksiya daxil olubdur. Birbaşa dəmirlə xlor nə alınır? Dəmir 3 xlor. Dəmir, xlor 3. Əmsallaşdırın. 2 ilə 3 nə ki olur? 6. Bura 6 olmaq üçün 3 yazırıq əmsala. Bura 6, 2 yazırıq, 2 dəmir. Normalda 2 dəmir, 2 mol dəmir reaksiya edir. 2 mol dəmir, 2 bura 56, 112. 3 mol xlorla. 5,6, neçə dəfə azalır? 20 dəfə. 112-dən 5,6, 20 dəfə. Onda 3-ü 20 dəfə azalır. 20-də 3 və 0,15 mol. Deməli, reaksiya edən xlorun miqdarı uşaqlar 0,15 moldur. İndi gəlin baxaq. Natrium xloridin suda məhdulda elektrolizdir. Aktiv metalın yerinə katodda hidrogen, turşu qalığı özü ayrılır və metal birləşir suyun OH-ına alınır qələvi, natrium OH. Əmsallaşdırıq uşaqlar, deməli, bura 2 yazanda, burada 2 yazırıq, 2, 2, 4, bura 2 yazırıq. Bərabərdirlər. Normal reaksiyada 2 mol natrium OH, 2 bura 40 qram alındıqda 1 mol xlor alınır. İndi xlora miqdarı 0,15. Deməli, buradan bura 1,5 dəfə artıb 10 dəfə azalır. 80-i 1,5-ə vurun. 120, ölək 10, 12. Alınan qələminin miqdarı 12 qramdır. Bu qədər. Adi reaksiyalarda əmsallaşdırmada bir də tənasüdür. Növbəti. D variantı. 11.
Kalsium xlorid duzu ərintisinin tam elektrolizi nəticəsində xlorun hamısı yenə 112 qram dəmirlə, uşaqlar, eyni reaksiyadır. Deməli, dəmirlə xloru reaksiya aparırıq, alınır dəmir xlor 3, əmsallaşdırın 2, 3, 2. Normal reaksiyada elə 2 mol dəmirlə 3 mol xlor reaksiya gedir. 112 qram dəmir də 2 moldur, 112 qram ilə 2 mol edir. Deməli, burada 3 mol xlor var imiş. 3 mol xlor hardan gəlibdir? Kalsium xloridin elektrolizindən, suda məhlulda. Deməli, alınır aktiv metalın yerinə katodda hidrogen, turşu qalığı özü sərbəst alınır və kalsium birləşir suyun OH-la. Alınır kalsium hidroksid qələmsi. Əmsallaşdıraq, deməli, bura 2, 2, 2, bura 2 yazılır. Bir dənə suyun qabağına 2 yazı bəs edir. Normal reaksiyada 1 mol kalsium OH2 74 qram alındıqda 1 mol xlor deməli əmələ gəlibdir, elə 1 mol xlor. İndi deyir ki, elektroliz zamanı Ərinti olsun da eyni təmin yazılır. yox, ərintidir, ərinti uşaqlar, ərinti. Ərinti zamanı alınır elə kalsiumla xlor. Aha. Deməli, normal reaksiyada 1 mol kalsium alınanda 40 qram, 1 mol xlor alınır. 3 mol xlor alınırsa 3 dəfə çox. Deməli, n bərabərdir 120. Deməli, nə olacaqdır? Reaksiyada alınır 120 qram kalsium. O da olur A variantı. Öyrətin. Uşaqlar, burada biriniz nəyi tapırsınız? 360 qramın 45% kalimin olsun. Neçə uşaq tamı görəm? 360-ın 45%. Bölək 100. 162 ilə 360 qramın 162-si duzdur. Neçə qram sudur? 198 qram su. Deyir ki, bu maddəni elektroliz eləyəndə, elektroliz sonunda alınan məhlulda deməli, doymuş məhlul alınır. Bu doymuş məhluldakı duzun KH-ı həll olma əmsalı isə 1500-dür. Uşaqlar, bunun mənası nədir? Yəni, 1500 qram duz həll olur 1000 qram suda. Bizim duzumuz nə qədərdir burada? 162. Kalium nitrat maddəsini gəlin elektroliz edək suda məhlulda. Suda gəl H2O. Kalium yerinə katodda hidrogen sərbəst alınır, suyun hidrogeni qopur. Katodda suyun hidrogeni reduksiya olunur. Anodda turşu qalığı oksigenlidir. Onun yerinə suyun oksigeni oksidləşir. Dolayısıyla su parçalanır. Yəni duz parçalanır. Onda uşaqlar, kalium nitrat maddəsi olduğu kimi qalır. Onda suyu əmsallaşdırın. 2, 2, 1, bəli, əmsallaşdırılır. Deməli uşaqlar, duzun miqdarı dəyişilmir. Duz nə qədərdirsə elektroliz prosesinin sonunda olduğu kimi qalır. Duzun miqdarı nə qədərdir? 162. 1500 qram duza 1000 qram su lazımdırsa, 162 qram duza neçə qram su lazımdır? Bunu hesablayın. Deməli, 1,5 dəfə az. 162-ni bölün 1,5-ə. 1500-dən 1-ə 1,5 dəfə azalır elə. 162-ni də 1,5-ə böləndə yəqin ki, eləməlidir, deməli 108. Görün, doğrudur. 108. M su bərabərdir 108. Uşaqlar, deməli bizim suyumuz nə qədərdir? Başlanğıcda 198. 198 qram sudan neçə qram su parçalanmalıdır ki, sonunda 108 qram su qalsın? Ayısı. İndi gəlin buna baxaq. Burada su neçə moldur? 2 mol. 2 mol su parçalandıqda 2 mol hidrogen alınır, 1 mol oksigen alınır. 2 mol su neçə qramdır? 36. 36 qram su parçalansa 2 mol H2 alınır. İndi bizim suyumuz parçalanmalı 90 qram. M su bərabər 90. 90 qram su parçalanmalıdır ki, bu şərtə görə doymuş məhlul alınsın. 36-ya 2-dirsə, 2 mola 2-dirsə də 90 qram 5 mol deyək uşaqlar. 36 2 moldur, 90 qram 5 moldur. 1 molu 18 olanı neçə moldur 90 qramdır, x də bərabərdir 5 mol. Onda 5 mol su parçalansa, neçə mol H2 alınar, olsun Z. 2-yə 2-dirsə də, 2 mol su parçalandıqda 2 mol H2 alınsa, 5 mol parçalansa 5 mol. Deməli, alınan hidrogenin miqdarı 5 moldur.
5 mol hidrogen neçə litrdir? 5 vuraq 1 kilodur, 112. Deməli, 112 litr alındığı anda T nöqtəsində doymuş məhlul əmələ gəlir. Yəni, kalium enoz duzunun KH-ın qiyməti 1500 uyğun alınır. Kalium enoz duzunun doymuş məhlul kütləsi 1500 olması üçün, bəli, 90 qram su parçalanmalıdır. 90 qram su parçalandıqda isə 5 mol hidrogen alınır. 5 mol hidrogenin həcmi də 112 litr edir. Bu qədər. Aydın oluşaqlar. Növbəti. Baxaq. Duzun suda məhlulun tam elektrolizindən alınan məhsullar. Deyir, katodda yalnız metal iyonu reduksiya olunur. Yəni, metalımız ən zəifdir. Məhlulda 1 mol bir əsaslı turşu alınır. Anodda ayrılan qazın həcmi. Yadınızda smartdakı sual olunur. Diqqətlə baxın. Katodda metalın özü alınırsa, metal zəifdir. Anodda bir əsaslı turşu alınırsa, turşumuz oksigenlidir və ya florlu ola bilər. Çünki niyə? Bir hidrogen turşu alınır. Və anodda ayrılan qaz. Anodda ayrılan qaz nə ola bilər? Turşunun yerinə suyun ayrılan oksigeni. Metalımız X olsun, turşu qalığımız Y olsun, suda məhlulda elektroliz. Katodda metalın özü, anodda deməli oksigen ayrılır ki, anodda turşumuz parçalanmır və alınır bir hidrogenli turşu, HY. Turşunun hansı turşu olduğu vacib deyil. Əsas söz ki, bir hidrogenli turşu alınıb deyə turşu parçalanmayıbdır. Nə parçalanıbdır? Suyun oksigeni anodda oksidləşibdir. Reaksiya əmsallaşdırmaq lazımdır. Əmsallaşdıranda burada 2 var. Məsələn, burada 2 oksigen var. Bura 2 yazırıq suyun qabağına. 2 yazanda 4 hidrogen gedir. Bura 4 yazırıq. 2 oksigen, X-in y qiymət 4 olur da. Bura 4 yazırıq. 4x, 4y. Əmsallaşdır. Deməli, normalda alınan turşunun miqdarı 4 moldur. 4 mol turşu alınanda anodda 1 mol oksigen alınır. 1 mol oksigen alınır. İndi 1 mol turşu alınıbdır. 4 dəfə az. 1 bölək 4, 0,25. Alınan anoddakı oksigenin miqdarı 0,25 moldur. O da eləyir 5,6 litr. Çünki 1 mol qaz 20 km da 0,25 4 dəfə az. B. B bərabərdir 5,6. Düzdür? 5,6 litr. Növbəti. Siz də başa düşdünüz?